Salam, tiramisu reseptini bir də belə hazırlayın. İnanın ki, dadına doymayacaqsınız. İndi isə keçək reseptin hazırlanmasına. Əvvəlcə qeyd edim ki, özüm hazırladığım Savoyardi peçenyasından istifadə edirəm. Peçenyaların hazırlanma üsulu kanalımda mövcuddur. Keçid edib izləyə bilərsiniz. Peçenyaları doğrayıcıya əlavə edib toz halına salıram. Daha sonra kofe və şəkər tozunu suda həll edirəm. Şəkər tozunun miqdarını siz ağız dadınıza uyğun artırıb azalda bilərsiniz. Toz halına saldığım peçenyanın üzərinə 200 qram mascarpone pendiri, suda həll etdiyim kofe və şəkər tozunu əlavə edib xəmir halına alana qədər yoğururam. Yoğurduğum xəmirdən qoz böyüklüyündə hissələr götürüb yumrulayıram və kakaoya bulayıram. Hazır olan tiramisu toplarını 5-10 dəqiqəlik soyuq suda dinləndirirəm. O sırada isə kremini hazırlayıram. Kremi üçün qaba 200 ml soyuq qaymağı mikserin yüksək sürəti ilə qatlaşana qədər çalıram. Qatlaşan qaymağın üzərinə suyu süzülmüş krem pendiri və şəkər kirşanını əlavə edib tam qarışana qədər mikserlə çalıram. Çox çalıb qaymağı çürütməməyə diqqət edin. Hazır olan krem ilə birlikdə tiramisu toplarını servis edirəm. Mütləq hazırlayın çünki dadına doymayacaqsınız. İndidən sizlərə nuş olsun.